Biz deyirik ki, bitkilər işıqda fotosintez eləyirlər və qeyri-üzvü maddədən üzvü maddə hazırlayırlar, düzdür? Qeyri-üzvü maddədən üzvü maddə hazırlayırlar. Bitkilər də bu qeyri-üzvü maddədən üzvü maddə hazırlamaq yalnız gündüzlər həyata keçirirlər. Gündüzlər işıqda həyata keçirirlər. Deyir ki, sutkanın hansı vaxtında bitki yarpaqlarında nişastanın miqdarı minimum olar. Minimum yəni ən az olar. Burada cavab günəşin çıxmasından qabaqdır. Nəyə görə? Mən bunu sənə necə izah eləyərəm? Bax, tutalım məsəl üçün, siz indi həyatla əlaqələndirək də. Tutalım ki, siz evdə 2-3 gün indi mama gedir tutalım rayona, siz evdə qalmalısınız. 2-3 gün tək qalmalısınız, düzdür? Və neynir? Analar adətən belə yerlərə gedəndə 2-3 günlük yemək deposu eləyirlər. Yəni evdə müxtəlif yeməklər bişirirlər, hazır qoyurlar. Deyirlər ki, soyuducuda o yeməklər var da, siz o yeməkləri gələrsiniz, qızdırarsınız, yersiniz. Tutalım, birinci gün gedib evdən, deyir ki, mən 4-cü gün gələcəyəm evə. Tutalım, deyir ki, 4-cü gün mən qayıdacağam. Və yeməyi o qədər hazırlayıb ki, sizə 4-cü günə qədər çatar. Düzdür? Sizin evdə yeməyiniz təxminən maksimum, ən çox hansı gün olar? Bax, 1, 2, 3, 4. Hansı gün maksimum olar? Birinci gün. Düzdür? Hansı gün minimum olar? Ən az. 4-cü gün. Çünki siz birinci gün, ikinci gün, üçüncü gün, 4-cü gün o yeməkləri yemisiniz. 4-cü gün artıq ana da bilir ki, gələcəyəm evə. Ona görə 4-cü gün yeməyiniz minimum olar. İndi bu bitkidə, bax, gün ərzində səhər sübhdən, günəş çıxandan fotosintez eləyir. Düzdür? Ta ki, axşam günəş batana qədər fotosintez elədi. Günəş batanda bunun tərkibində nişastanın miqdarı olur maksimum. Nəyə görə? Çünki gün ərzində elə fotosintez eləyib, özü üçün karbohidrat depolayıb. Bəli, indi artıq axşam düşür, hava qaralıb. İndi fotosintez prosesi getmir. Fotosintez prosesi də getmirsə, artıq bitki başlayır o nişastadan istifadə eləməyə. Elə bil ki, öz yeməyini yeyir də. Nişastadan istifadə elədi. Ta ki, səhər açılan anında, yəni səhər açılmamışdan ta əvvəl, günəş çıxmamışdan əvvəl bunun artıq nişastasının miqdarı minimum olur. Çünki o hazırladığı, depoladığı nişastanı gecə boyunca yedi, ta ki günəş çıxana qədər. Günəş çıxana qədər olur artıq minimum. Sonra günəş çıxandan sonra yenə başlayır özü üçün karbohidratını sintez eləməyə. Burada məntiqi başa düşdün nəyə görə? İndi nəsə sualın yoxdur? Yox. İndi bax 39-cu sualı özün bax. Deyir ki, sutkanın hansı vaxtında bitki yarpaqlarında nişastanın miqdarı maksimum olar? Nə vaxt maksimum olar? Günəşin batmasından qabaq. Aysa o günəşin batmasından qabaq. Çünki günəş batmamışdan əvvələ qədər bu elə bir ki, yemək bişirib də özü üçün hələ nişasta hazırlayıb. Hazırlayıb deyənə günəş batmamışdan qabaq bunun miqdarı maksimum olar.